Salam əziz tələbələr. Sizə 8 fevral 2026-cı ildə master nömrə 1 tədris mərkəzində keçirilən ümumi sınaq imtahanı 9-dan informatika suallarının izahını təqdim edəcəm. Sizə izahı təqdim eləyən master nömrə 1 tədris mərkəzinin informatika üzrə fən rəhbəri Aytən müəllimə olacaqdır. Gəlin, vaxt itirmədən suallarımızın izahına keçid alaq. Beləliklə, bizim 21 nömrəli test tapşırığı qarşılayır. 21 nömrəli test tapşırığında bizə deyilir ki, əməli yaddaş ana platada hansı slota qoşulur? Əziz tələbələr, gəlin ilk öncə xatırlayaq. Əməli yaddaş nədir? Əməli yaddaşa RAM deyirlər. Tarix anda, hal-hazırki anda istifadə olunan yaddaşa, aktiv proqram və ya verilənlərin dayandığı yaddaşın adına deyirlər əməli yaddaş, yəni RAM. RAM elektrik enerjisindən asılıdır və kompüter elektrik enerjisindən ayrılanda RAM-dakı informasiya da silinir. Və RAM-ı ana platada qoşmaq üçün istifadə olunan yuvalara, yəni onun slotuna isə DDR slotu deyilir. Ümumiyyətlə, bir çox testlərdə tez-tez qarşımıza çıxan sual nümunələrindən biridir. Nəzərimizdə olsun. Qaldı ki, digər variantlar. ID, ona ATA da deyirlər, həmçinin SATA. Bunlar hər ikisi hard diskin, yəni Winchesterin qoşulması üçün istifadə olunan yuvalardır. VGA portlara aiddir, o slotlara aid deyil. VGA modem üçün, monitor üçün, yəni görüntü üçün istifadə olunan portların içərisində qarşımıza çıxır. PCI isə ekran slotlarına, ekran kartı, şəbəkə kartı kimi qurğuları qoşmaq üçün istifadə olunan slotlara misal göstərilə bilər. Daha sonra keçək 22 nömrəli sualı. Formalar nə üçün istifadə olunur? Aksesdən söhbət gedir bu sualda. Formalar aksesin obyektlərindən biridir. Ümumiyyətlə, aksesin, yəni verilənlər bazasında akses proqramının bir sıra obyektləri var. Misal üçün, sorğular var. Bazada olan verilənləri axtarmaq, araşdırmaq üçün sorğulardan istifadə olunur. Əsas obyektimiz cədvəllərdir. Bazada olan məlumatları saxlamaq üçün ən vacib element, yəni obyektimiz cədvəllərdir. Daha sonra hesabat anlayışı var. Verilənləri çap eləmək üçün istifadə olunur və s. və s. Və bu obyektlərin içində testdə isə bizdən formaları soruşur. Formaların əslində bir neçə tərifi var. Bazada olan verilənlərə baxmaq üçün, bazaya məlumatları daxil eləmək üçün formalardan istifadə edirlər. Daxil etmək və ya baxış keçirmək üçün. Formaları həmçinin belə də tərifini verə bilərik. Az əvvəl qeyd elədim. Dedim ki, aksesin əsas obyekti cədvəllərdir. Hətta belə bir qəbul sualı var. Cədvəllərsiz akses olmaz. Cədvəllər əsasında, əziz tələbələr, sorğular yaradılır. Yəni, sorğu cədvəllər əsasında yaradılır və yerdə qalan obyektlərdən formalar isə sorğu və cədvəllər əsasında qurulur. Ona görə də bizdən soruşsalar ki, formaların tərifi, həmçinin formaların tərifini belə də verə bilərik ki, sorğu və cədvəlləri əyani şəkildə əks elətdirmək üçün. Nəyə görə? Az əvvəl dediyim kimi, formalar sorğu və cədvəllər əsasında yaradılır. Bu tərifdən meydana çıxaraq deyə bilərik ki, sorğu və cədvəlləri əyani şəkildə əks elətdirmək üçün formalardan istifadə olunur. Yəni, 22 nömrəli sualımızın doğru cavabı olur C variantı. Daha sonra 23 nömrəli test tapşırığına keçid alaq. 23 nömrəli test tapşırığında bizə deyilir ki, bu phishing sizi aldadaraq klikləmək üçün tez-tez kompüterinizin təhlükəsizliyi ilə bağlı problem ya da başqa bir problem haqqında açılan pəncərədən istifadə edir. Daha sonra isə zərərli proqrama çevrilən faylı endirilməyə yönləndirirsiniz, belə deyək. Yəni, demək istəyirəm ki, bu sualda söhbət informasiya təhlükəsizliyindən gedir, əziz tələbələr. Qəbula salınan, yəni 2026-cı ildə qəbula salınan yeni mövzulardan biridir informasiya təhlükəsizliyi və informasiya təhlükəsizliyində
phishing hücumları adlanan bir hissə var qəbul proqramının içində və bu sualda da həmin o mövzudan söhbət gedir. Gəlin A variantlarına bir nəzər yetirək. A variantında bizə yazıb ki, balina ovu adlanan hücum. Balina ovu adlanan hücum, əziz tələbələr, yüksək səviyyəli bir idarəçini hədəf alan phishing hücumudur. Yəni belə deyək, daha çox bu phishing hücumu çox vaxt şəbəkələrin həssas hissələrinə dərin bir çıxışı olur və daha çox uğurlu qiymətlə, məlumatlarla nəticələnən bir phishing hücumudur. Bizim sualda bundan söhbət gedir. Daha sonra B variantı pop-up phishing. Bizim sualımızın cavabı bu phishing növüdür. Bu phishing növü sualın özünə dediyi kimi bizi aldadaraq, daha çox təhlükəsi ilə bağlı sanki bir problem varmış kimi bizə məlumat göndərir və biz onu klikləyərək o zərərli faylı endirməyə, belə deyək, yönləndirilmiş oluruq. Yəni doğru cavabımız B variantıdır. Gəlin digərlərinə baxaq. C variantında phishing, voice phishingimiz var. Bunun mənası nədən ibarətdir? Burada daha çox voice sözündən də tutmaq olar temanı ki, burada daha çox belə deyək, hücum eləmək üçün telefondan istifadə edirlər. Yəni telefon zəngi vasitəsilə bizə yığılır, bizim məlumatlarımız, bank məlumatlarımız da ola bilər. Bir sıra telefon vasitəsilə bizdən bir sıra məlumatlar əldə olunmağa çalışır. Daha sonra D bəndində spear phishing anlayışı var. Spear phishingdə daha çox elektron postla, belə deyək, adi phishingdə olduğu kimi istifadə olunur. Sadəcə olaraq bu phishingdə daha çox təsadüfi olaraq çox sayda elektron post göndərmək əvəzinə elektron postu əvvəlcədən hədəf kimi təyin olunmuş bir istifadəçi ya da bir istifadəçi qrupuna phishing hücumları həyata keçirilir. Bu haqda da belə məlumatımız olsun. Və son olaraq Y bəndi, domain spoofing anlayışı var. Bunu domain sözündən tuta bilərik. Burada daha çox DNS, yəni domen adlar sistemi, daha çox DNS saxtakarlığı kimi də bu phishing tanınır və hətta daha çox hacker, belə deyək, hacker insanlar həssas məlumatları insanlara cəlb eləməyə çalışır, web sayt ünvanından istifadə eləyərək hansısa bir şirkətin domenini təqlid eləyir və bu cür saxtakarlıqla biz bu hücuma məruz qalmış oluruq. Bizim sualımızın cavabı isə B variantıdır, əziz tələbələr. Daha sonra növbəti test tapşırığına keçid alaq. 24 nömrəli test tapşırığı sənəddə olan mündəricat cədvəlini təzələmək lazım gələrsə, klaviaturadakı hansı funksional düymədən istifadə olunur? Əziz tələbələr, birincisi mündəricat yaratmaq, gəlin elə Word-ün içindəyik. Referens tabından söhbət gedir. Table of content deyirlər bu əmrə. Mündəricat yaratmaq, mündəricatı yeniləmək, belə şeylərdən söhbət gedirsə, ağlınıza Table of content lent qrupu gəlsin və hardadır referensin içində. Və bizə deyəndə ki, bu funksional düymə olaraq bunu yeniləmək, söhbət F9 düyməsindən gedib, qəbul suallarının içində də bunu görə bilərsiniz. Doğru cavabımız Y bəndidir. Gəlin digər cavablara nəzər yetirək. F7 düyməsi review tabında yerləşən spelling grammar, yəni orfoqrafi və qrammatik səhvlərin tapılması üçündür. Daha sonra F4 düyməsi funksional düymələrin içərisində qarşımıza çıxır, amma Word-də daha çox Ctrl F4 olaraq biz bu düyməni görürük. Yəni, cari bir faylı bağlamaq üçün, aktiv pəncərəni bağlamaq üçün istifadə olunur. Daha sonra F5 düyməsi. F5 düyməsinin funksiyası Go to pəncərəsini açmaqdır. Yəni, Home tabında yerləşən Find and Replace pəncərəsindən Go to əmrini yerinə yetirmək üçün F5-dən istifadə olunur. F2 düyməsi isə daha çox Word-də deyil də, daha çox digər proqramlarda, xüsusən də Windows-da faylın adını dəyişmək üçün qarşımıza çıxan məşhur düymələrdəndir. Bunlar da nəzərimizdə olsun. Doğru cavabımız isə Y variantıdır, əziz tələbələr. Daha sonra 25 nömrəli test tapşırığı. Bring forward və send backward əmrləri hansı lent qrupuna aiddir? Word 2019-dan söhbət gedir. Gəlin real olaraq göstərək, əziz tələbələr.
Layout tabının içində Arrange adlanan lent qrupu var. Bu lent qrupu daha çox sənədlərə obyektlər, şəkillər, fiqurlar, diaqram əlavə eləyəndə aktiv olur və burada da bu iki əmri görürsünüz. Forward və backward əmrlərini. Çoxlu şəkil fiqur varsa onların bir-birinə nəzərən hansının öndə, hansının geridə olduğunu bildirmək üçündür və gördüyümüz kimi hansı lent qrupunun içindədir? Arrange lent qrupunun içindədir. Yəni doğru cavabımız əziz tələbələr olur D variantı. Bu da nəzərimizdə olsun. Daha sonra 26 nömrəli test tapşırığına keçid alaq. 26 nömrəli test tapşırığında bizə deyilir ki, verilmiş lent qrupu hansı lent tabına məxsusdur. Əziz tələbələr, data lent qrupu var və əslində açar sözü olaraq hardan tuta bilərsiniz? Convert to text əmrindən əslində bunu yadda saxlaya bilərsiniz. Convert to text'in mənası cədvəli mətnə çevirmək deməkdir. Cədvəli mətnə çevirmək. Biz də bilirik ki, cədvəllərlə işləyən zaman, əziz tələbələr, bir sıra konseptual tablar meydana gəlir. 2 dənə konseptual tabımız meydana gəlir. Gəlin gedək, mən onu sizə göstərim. Deməli, gəlin kursoru qoyaq və kiçik bir cədvəl yaradaq. Gördüyünüz kimi bir cədvəl yaradıram və cədvəl yaradan kimi Table Design və Layout adlanan konseptual tablarımız meydana çıxır və burada da siz bu data lent qrupunu görə bilərsiniz. Gördüyünüz kimi data lent qrupu hansı tabın içindədir? Layout tabının içindədir. Amma əziz tələbələr, bu əsas tab olan layout deyil. Gördüyümüz kimi cədvəlin konseptual, yəni alət tabı olan layout tabıdır. Ümid edirəm yadımızda qalır. Yəni bizim doğru cavabımız olur C variantı. Yəni layout alət tabı. Daha sonra 27 nömrəli suala keçid alaq. Aşağıdakılardan hansı lüğət proqramlarına aid deyil? Polyglot, Oxford, Style və Linguo lüğət proqramlarına aiddir əziz tələbələr. Doğru cavabımız C variantıdır. Çünki Dilmant lüğət deyil də tərcümə proqramlarının içindədir. Ona görə doğru cavabımız C variantı. Daha sonra 28 nömrəli suala keçid alaq. Windows 11-dən söhbət gedir sualımızda. Bir şəkildə göstərilən formada qovluğun piktoqramını dəyişmək üçün qovluğun kontekst menusunun hansı əmrindən istifadə etmək lazımdır? Gəlin Windows 11-ə keçid alaq əziz tələbələr və eyni bir vəziyyəti sizin üçün yaradaq. Deməli, kompüterimizin ekranında yəqin ki görünür. Kompüterimizin ekranında 15 fevral adlanan bir qovluq var. Üzərində sağ düyməni vururam və buradan geniş miqyaslı kontekst menyuya keçid alıram. Buradan Properties əziz tələbələr əmrinə daxil olaraq buradan da Customize fərqləşdirmə əmrinə daxil ola bilərsiniz. Buradan da Change Icon, yəni işarəni dəyişmə əmrinə daxil olub. Gördüyünüz kimi burada həmin o işarə var. Bunu seçib OK basıb işarəni qovluğunuza qoya bilərsiniz. Biz buna hardan daxil olduq? Geniş kontekst menyudan Properties əmri vasitəsi ilə. Yəni bizim testimizin doğru cavabı olur D variantı. Yəni Properties xüsusiyyətlər. Daha sonra 29 nömrəli test tapşırığı. Deyir ki, Word 2019 proqramında fayl menyusunun hansı əmrləri vasitəsilə mövzu sənədi fərqli genişlənmə ilə yadda saxlamaq olar? Əziz tələbələr, fərqli genişlənmə fayl tabında Save as əmrinə daxil ola bilərsiniz. Buradan Browse əmrinə və siz fayllarınızın gördüyünüz kimi tipin istənilən formada Word-ün bizə təklif elədiyi əlbəttə ki, formalardan istənilən formada faylın tipini dəyişə bilərsiniz. Yəni, biri Save as əmridir. Digəri isə fayl tabının içində əziz tələbələr, Export adlanan əmr var. Exporta daxil olub siz birbaşa faylınızı PDF-ə çevirə bilərsiniz. XPC dokumentə çevirə bilərsiniz və həmçinin Change File Tip, yəni buradan da gördüyünüz kimi faylın tiplərini dəyişə bilərsiniz. Yəni hardan exportdan və hardan Save as əmrlərinin köməyi ilə. Yəni bizim doğru cavabımız nə olur? D variantı. Yəqin ki aydındır. 30 nömrəli sual.
Excel proqramında A1, B2 diapazonu verilib və formula hesabından deyir ki, autosum əmrini icra eləsək nə baş verir? Gəlin gedək eyni sualın Excel proqramında əziz tələbələr yaradaq və görək ki, nə baş verəcək. Deməli, gəlin boş bir fayldan eynisini yaratmağa çalışaq. Deməli, sualımızda A1 xanasına 10 yazılıb, A2 xanasına 30 yazılıb və daha sonra B1 xanasına 20 yazılıb və B2 xanasına isə 40 yazılıb əziz tələbələr. Deyir ki, bu diapazon seçilib. Biz də A1, B2 diapazonunu seçirik və formula hesabına daxil oluruq. Burada autosum əmrimiz var. Bunu basırıq. Görün nə baş verir əziz tələbələr. Basaq, gördüyünüz kimi neynədir? Autosum ümumi cəmləmək deməkdir və gördüyünüz kimi sütunlar boyunca cəmləyir. 10 ilə 30-u toplayıb aşağısına 40 yazdı. 20 ilə də 40-ı toplayıb aşağısına 60 yazıldı. Deməli, əziz tələbələr, A3 xanasına 40, B3 xanasına isə 60 yazıldı. Gəlin gedək cavablarımıza baxaq. Deməli, A3 xanasına 40 yazıldı, B3 xanasına isə 60 yazıldı. Yəni, doğru cavabımız C variantı. Ümid edirəm, aydındır. Daha sonra 31 nömrəli sual. Aşağıdakılardan hansı arxiv faylıdır? Arxiv proqramları ümumiyyətlə faylların sıxılması üçün, həcminin azaldılması üçün, kompüterdə əlavə yer açılması üçün istifadə olunan fayllardır. Arxiv faylların proqramlarının içində WinRAR proqramı var, WinZip proqramı var, Hamster proqramı var və s. misal göstərmək olar. Arxivlərin uzantısında isə RAR, ZIP, ARJ, TAR, ZAP, LRH tipli uzantılar bizi qarşılayır və bizim doğru cavabımız A variantıdır. Murad.lrh. Faylın hansı proqrama, hansı tipə məxsus olduğunu bilmək üçün onun uzantısına baxmaq lazımdır əziz tələbələr. Yəni nöqtənin sağ tərəfinə. Burada Murad faylın adıdır. Faylın uzantısı isə LRH-dır. Yəni LRH isə arxiv fayllarına aiddir. Doğru cavab A bəndidir. B bəndində sevil.asm. Asm əziz tələbələr assembler proqramlaşdırma dilinə aiddir. TMP, leman.tmp, TMP temporary, müvəqqəti yaradılan faylların genişlənməsidir. Sonra natiq.pst, pst elektron postla bağlı faylların uzantısıdır. Azer.for, for isə Fortran adlanan proqramlaşdırma dilinin uzantısıdır. Yəni bunların heç biri arxivlə əlaqəli deyil. Doğru cavabımız Murad.lrh, yəni A variantı əziz tələbələr. Daha sonra 32 nömrəli test tapşırığı. Verilmiş lent qrupu PowerPoint 2019 proqramının hansı lent tabında yerləşir? Əslində indi göstərəcəm, amma biraz məntiqlə də tuta bilərdik. Görürük ki, burada zoom yazıb. Zoom nə deməkdir əziz tələbələr? Miqyas deməkdir. Bütün proqramlarda zoom, yəni miqyas nəzərinizdə olsun. Görünüşlə bağlıdır zaten. Yəni view tabının içində yerləşir. Doğru cavabımız Y bəndidir. Amma yenə də gəlin gedək göstərək. PowerPoint proqramına daxil olaq və siz burada zoom lent qrupunu görə bilərsiniz. Yəni miqyasla bağlı. Bu arada PowerPoint-in miqyası da 10%-dən 400% arasında dəyişir. Excel-də də 10%-dən 400%-dir. Word proqramında isə miqyas 10%-dən 500% arasında dəyişir. Qəbullarda tez-tez düşür. Nəzərinizdə saxlayın. Daha sonra 33 nömrəli test tapşırığı. Düzgün cavabı seçin. Görürük ki, bir bura yazılıb və bunlar onun növləridir. Adobe Freehand-dən tuta bilərik ki, Adobe Freehand hansı proqramların növüdür? Vektor qrafikasının növlərinə aiddir. Deməli, burada vektor qrafikası olacaq. Sonra CDR Corel Draw proqramının genişlənməsidir. Deməli, burada Corel Draw yazmaq istəyiblərmiş. Burada isə Adobe Freehand-in uzantısıdır. Adobe Freehand-in uzantısı da elə başlıq hərflərinə uyğun olaraq FH5 formasındadır. Deməli, 1-ə vektor olmalıdır, 2-də Corel Draw, 3-də də FH5. Yəni, doğru cavabımız əziz tələbələr D variantı. Daha sonra 34 nömrəli test tapşırığına keçid alaq. Deməli, bizə deyir ki, 258 səhifədən ibarət olan kitabın ilk 2 səhifəsinin hər birində. Deməli, 258 səhifənin ilk 2 dənəsinin, əziz tələbələr, ilk 2 dənə səhifəsinin hər birində
768 vurulsun 512 dənə pikselimiz var. Bu rəng məsələsidir. Rəng məsələsində piksellərin sayını N-ə vurmaq lazımdır. N isə nədir əziz tələbələr burada? Burada belə bir yazıb ki, 32 rəng dərinliyinə malik. Burasına fikir vermək lazımdır əziz tələbələr. Buradan sizin üçün qeyd edirəm. Əgər sizə rəng dərinliyi deyil də, rənglərin sayı yazılsaydı, rənglərin sayı, rəng çalarlarının sayı və yaxud rənglərin maksimal sayı, belə bir şeylər yazılsaydı, bu halda siz verilən rəqəmi, yəni 32-ni üstü 5 şəklində yazıb həmin o 5-i götürərdiniz. Amma burada rəng dərinliyi yazır və mən buradan sizin qeyd edirəm. Rəng dərinliyi və yaxud rəng tərtibi, buradan yazıram, dərinlik. Bunlar yazılıbsa, bu halda siz N-in özünü götürürsünüz. Yəni, verilən rəqəm elə N-in özüdür. Yəni, demək istəyirəm ki, əziz tələbələr, siz burada 32-ni üstü 5 yazıb 5-ə vurmayacaqsınız. Elə 32-nin özünə vuracaqsınız. Yəni, rəng dərinliyi, rəng tərtibi, belə şeylərlə qarşılaşdırsa, bilin ki, verilən rəqəm elə N-in özüdür. Yəni, demək istəyirəm ki, 32-nin özünə vuracaqsınız. Vəssalam. İndi axırda cavabı bizdən megabaytla istədiyinə görə, əziz tələbələr, biz bu biti nə etməliyik? Çevirməliyik megabayta. Bilirik ki, 1 megabaytımız 223 bitdir. Ona görə böləcəksiniz 223-ə. Vəssalam. Gəlin, hesablayaq. Deməli, buradan yazıram sizin üçün. İkini saxlayıram olduğu kimi. 768-i əziz tələbələr, 56 vurulsun 3 yaza bilərsiniz. 512-ni küsü 9 yazarsınız. 32-ni də küsü 5 yazarsınız. Bölünsün küsü 23. Bu da bərabərdir. Demək, 201, 256 küsü 8-dir. Elədi küsü 9. Ondan sonra bu da küsü 9. Elədi küsü 18. Və bu da 5. Yəni küsü 23. Bunlar hamısı ixtisar getdi. Qaldı 3 megabayt. Vəssalam, bu bizim birinci hissəmizin cavabı. İndi isə keçək ikinci hissəyə. Bizə deyir ki, əziz tələbələr, digər səhifələrdə. Əziz tələbələr, 258 dənə səhifəniz var idi. İlk 2 dənəsi getdi. Nə qədəri qaldı? 256 dənə səhifə. Qalan 256 dənə səhifədə isə 32 dənə sətir var. 4096 dənə simvol var və biz burada Unicode görürük. Unicode görürüksə simvolu nə etməliyik? 2 bayta vurmalıyıq. Vəssalam. Bunu da bölürəm. Baytı megabaytı əziz tələbələr. Bu dəfə 220-yə. Axı 1 megabaytımız 220 baytdır. Ona görə gəlin hesablayaq. 256 buradan yazıram sizin üçün 208-dir. 32 205-dir. Daha sonra 4096-nın yerinə küsü 12 yaza bilərsiniz. 2 baytı daha saxlayarsınız. Bölürsünüz küsü 20-yə. Deməli, küsü 8, bu da küsü 5. Eləyir küsü 13. Bu da 12. Elədi küsü 25. Bu da küsü 1. Eləyir küsü 26. Küsü 26-nı küsü 20-yə bölsəz, qalır küsü 6. Yəni, əziz tələbələr, 64. Vəssalam, bu da bizim cavabımız 64. Bayaqları da 3 megabayt almışdıq. Deməli 3 megabayt üstəgəl 64 megabayt eləyir doğru cavabımız 67 megabayt. Vəssalam, yəni doğru cavabımız Y variantı. Əziz tələbələr. Yolumuza davam edək. 35 nömrəli sual. 35 nömrəli sualda söhbət say sistemindən gedir. Deyir, ədədinin 16-lıq say sisteminə çevrilməsindən alınan ədədi tapın. Uşaqlar, 2 yolla eləyə bilərsiniz. Birincisi, bunu toplaya bilərsiniz. Yəni, 64, 8, 4, bu da 2. Toplayanda 10-luq say sistemində alınacaq və 16-ya bölərək həll eləyə bilərsiniz. Bir də var ki, bura ikilik yazıbsa, o deməkdir ki, verilən ədədlər ikilik say sisteminin əmsallarıdır. Ona görə 2-nin cəmləmədə hansı qüvvətləri varsa, yerinə 1 yazırıq. Hansı qüvvətləri yoxdursa, yerinə 0 yazırıq. Üstü 6 var, əziz tələbələr. Yazıram 1. Üstü 6-dan hoppanıb üstü 3-ə. Kimlər yoxdur? Üstü 5 yoxdur. Üstü 4 yoxdur. Üstü 3 var. Üstü 2 də var. Üstü 1 də var. Və unutmayaq ki, bizim hər zaman ən sonuncu qüvvətimiz hansı olur? Üstü 0 olur, əziz tələbələr. O isə yoxdur.
Vəssalam. İkilikdə. İndi gəlin bunu 16-lıq say sisteminə çevirək. Bilirik ki, ikilik say sistemindən 16-lıq say sisteminə çevirəndə 4-4 ayırırıq. 1, 2, 3, 4 ayırdıq. 3 dənə ədəd qaldı. Bu halda nə edirik? 4-ü tamamlamaq üçün qabağına bir dənə də 0 atırıq. Vəssalam, bizim qaydamız var. 8, 4, 2, 1 qaydası. 8, 4, 2, 1 qaydası. Sıfırın qüvvətindəkilər atılır, 1-in qüvvətindəkilər cəmlənir. Burada sadəcə 4 qaldı. Sıfırın qüvvətindəkini atdıq, 1-in qüvvətindəkilər 8, 4, 2. Eləyir 14. 14 hansı hərfdir 16-lıq say sistemində? A 10-dur, B 11-dir, C 12-dir, D 13-dür, Y də 14-dür. Vəssalam, 4Y. Deməli, bizim sualımızın doğru cavabı 4Y. Yəni, əziz tələbələr, doğru cavab C variantı. Vəssalam. 36 nömrəli suala keçid alaq. Verilənlər bazasının hansı modelində informasiya iki ölçülü cədvəllər şəklində saxlanır? Hə, yadda saxlayın, əziz tələbələr, iki ölçülü cədvəl və yaxud sadəcə olaraq cədvəl yazılıbsa, söhbət relyasiya modelindən gedir. Access proqramı özü də relyasiya modelindədir. İyerarxik modelə ağacvari model deyirlər. Ondan sonra şəbəkə modelində bütün əlaqə növlərini görə bilirik. Obyekt yönlü model şəbəkə və relyasiyanın bir-biri ilə asılılığını bildirir. Çoxölçülü modelə isə bəzi hallarda ümumi mürəkkəb verilənlər bazasında rast gəlinir. Amma cədvəl sözünü gördüksə, söhbət relyasiya modelindən gedir. Yəni, doğru cavabımız, əziz tələbələr, A variantı. Daha sonra 37 nömrəli suala keçid alaq. 37 nömrəli sualımız deyir, doğru olmayan fikirləri seçin. İnternet qlobal şəbəkədir. Bəzi əziz tələbələr. İnternetə şəbəkələr şəbəkəsi, qlobal şəbəkə deyirlər. Protokol kompüter şəbəkələrinin bir-biri ilə ünsiyyət dilinə deyilir. Bəli, tamamilə doğrudur. FTP ünvanların müəyyən edilməsi protokoldur. Xeyr, uşaqlar. FTP-nin açılışı fayl transfer protokol deməkdir. Yəni, faylların ötürülməsi protokolu deməkdir. Ünvanların müəyyən edilməsi protokolu isə ARP, Address Resolution Protocol. Telnet internet xidmətidir. Doğrudur. Telnet uzaqdan bağlantı ilə digər kompüter arasında əlaqə yaratmaq üçün istifadə olunan internet xidmətidir. Opera axtarış sistemidir. Xeyr, Opera brauzerdir. İnternetə daxil olmaq üçün istifadə olunan brauzerlərə deyilir. Axtarış sistemi deyil. Bunu da götürəcəyik. Küçü sosial şəbəkədir. Düzdür, əziz tələbələr. Ola bilər ki, bizdə məşhur şəbəkə deyil, amma Çinlilərin çox istifadə elədiyi məşhur sosial şəbəkələrdəndir. IP ünvan yaddaşda 7 bayt yer tutur. Xeyr, 6 bayt yer tutur daha doğrusu. Xeyr, əziz tələbələr. IP ünvan yaddaşda 4 bayt yer tutur. 4 hissədən ibarətdir. Yaddaşda 6 bayt yer tutan isə MAC ünvandır, əziz tələbələr. 3, 5, 7. Yəni, doğru cavabımız olur variant. Daha sonra keçək 38 nömrəli test tapşırığına. 38 nömrəli test tapşırığında bizə deyilir ki, BIOS haqqında olan dəyişikliklər, vaxtı, tarifi, konfiqurasiyanı yadda saxlamaq üçün istifadə olunur. Söhbət CMOS-dan gedir, əziz tələbələr, CMOS-dan gedir. Doğru cavab B variantıdır. BIOS-da olan dəyişiklikləri, vaxtı, tarifi, konfiqurasiyanı, hətta əziz tələbələr, parolu yadda saxlamaq üçün istifadə edirlər CMOS-dan. RAM müvəqqəti yaddaş qurğusudur, cari anda olandır. ROM daimi yaddaşa deyilir. Kompüter zavodskoy versiyada istehsal olunanda üzərinə yazılan şeylərə deyirlər ROM. SSD xarici yaddaşdır və xarici yaddaşların içində ən sürətlisi və səssiz olanıdır. FTD isə disket adlanır, çevik disk adlanır və həcmcə 1,44 MB-a malikdir və ən az həcmə malik olan xarici yaddaş qurğusudur. Bizim doğru cavabımız isə, əziz tələbələr, oldu B variantı. Keçək 39 nömrəli suala. 39 nömrəli sualda söhbət alqoritmdən gedir. Gəlin baxaq. Deyir, C dəyişəninin qiymətini tap. Lap yaxşı. Deməli, A-nın qiyməti 14-dür, B-nin qiyməti 30-dur. Yazıram bərabərdir. B çıxılsın, yəni 30 çıxılsın. 2 vur A. 2-ni vurursunuz 14-ə. 2-ni 14-ə vursanız 28, 30-dan da 28-in çıxsaz qaldı 2.
Biz bilirik ki, alqoritmdə hər zaman ən son aldığımız yeni qiymətlərdən istifadə eləməliyik. Yəni, B-nin təzə qiyməti artıq 2 oldu və biz 2-dən istifadə edəcəyik. İndi əziz tələbələr, şərti yoxlayaq. A-nın qiyməti dəyişməyib, 14 olaraq qalıb. B-nin təzə qiyməti isə 2-dir. 14 kiçikdirmi 2-dən? Əlbəttə ki, xeyr. Yadda saxlayaq. Əgər şərt düz olsa, biz onda 10-dan əməliyyatın yerinə yetirəcəyik. Amma şərt səhv oldu. Səhv olduğu üçün biz əks haldan eləyəcəyik. Yəni, C bərabərdir. A üstəgəl 2 vurulsun B. Bu da bərabərdir. A-nın qiyməti dəyişməyib, əziz tələbələr, 14 olaraq qalıb. B-nin təzə qiymətini almışıq 2. Qoyuruq yerinə 2 vurulsun 2. Yəni 4, 14 üstəgəl 4, o da eləyir 18. Yəni doğru cavabımız Y variantı. Daha sonra yolumuza davam edək. 40-cı sual. Ekranın zəruri fraqmentlərinin şəklini çəkib götürmək üçün hansı proqramdan istifadə olunur? Quick Assist. Xeyr, uşaqlar. Quick Assist uzaqdan bağlantı ilə digər kompüterlə əlaqə yaratmaq üçündür. Snipping Tool, bəli, bizə lazım olan istənilən bir yerin şəklini çəkmək üçün istifadə olunan proqramdır. Gəlin bunu sizə real olaraq da göstərim. Snipping Tool proqramı hal-hazırda aktiv olan bir şey var, onu bağlayım və bir daha sizə göstərim. Deməli, Snipping Tool gördüyünüz kimi haranı istəyirsinizsə şəklini çəkib götürə bilərsiniz. Misal üçün, tutaq ki, bu hissənin şəklini çəkirəm və lazım olan yerə götürüb yapışdıra bilərəm. Yəni, söhbət Snipping Tool proqramından gedir. Windows 11-in standart proqramlarından biridir. Command Prompt Windows-un əmr sətrinə deyilir uşaqlar. Ona xalq arasında CMD ilə deyirlər. System Information, sistem haqqında məlumat almaq üçün. Daha sonra Task Scheduler, bu proqram isə əvvəlcədən təyin olunmuş tapşırığın icrasını həyata keçirdir. Yəni, bu da doğru cavab deyil. Doğru cavab B. 41 nömrəli sual. Hansı mülahizə doğru deyil? Doğru deyil. Təkrarlayıcı İşli stansiyanı yoğun koaksial kabelə qoşur. Xeyr, əziz tələbələr, bu transivер adlanan qurğunun tərifidir. Təkrarlayıcı isə şəbəkə segmentlərini birləşdirir. Şəbəkə segmentləri arasında siqnalları gücləndirən qurğudur. Doğru deyil deyə işarələyirəm. Şuzlar daxili və xarici olmaqla iki yerə bölünür. Şuzlar daxili və xarici olmaqla iki yerə bölünür, düzdür. Bir EGP var, bir də EGP var. Daxili şuz protokolu və xarici şuz protokolu olmaqla bölünürlər iki yerə, doğrudur. İnternetə dial-up qoşulma zamanı telefon məşğul olmur. Uşaqlar, iki cür qoşulma var. Bir var ADSL qoşulma, bir də var dial-upla qoşulma. ADSL qoşulma zamanı telefon məşğul olmur. Amma dial-up qoşulma zamanı telefon məşğul olur. Yəni, yanlışdır. Ulduz topologiyası bir istiqamətli rabitə xəttinə malikdir. Xeyr, uşaqlar. Ulduz topologiyası deyil də halqavari topologiya bir istiqamətli qapalı rabitə xəttinə əsaslanır. Yəni, yanlışdır. İnternetin əsas protokolu TCP/IP protokoludur, doğrudur. Ona internetin əsas və ya baza protokolu deyirlər. TCP/OC modelinin nəqliyyat səviyyəsində, IP isə OC modelinin şəbəkə səviyyəsində istifadə olunur. Yəni, bizim doğru cavab, daha doğrusu yanlış cavablarımız səhvləri soruşur bizdən. 1, 3, 4 olacaq, əziz tələbələr. Daha sonra 42 nömrəli sual. Bizə deyir ki, aşağıdakılardan hansılar PX setup'ın dialog pəncərəsinin pəncərə əlavələrinə aid deyil. Daha doğrusu pəncərə əlavələrindən daxildir. Sual səhv oxudum. Daxildir. Öncə işarəliyim, sonra sizə real olaraq göstərim, əziz tələbələr. Margins var, sheet var, header footer var, bir də page var. Layoutla paper Word-ün PX setup'ında var. Margins, paper, layout. O Word-dədir. 1, 2, 3, 4 isə Excel-dədir. Gəlin gedək, real olaraq sizə göstərək. Deməli, page layout tabına daxil olub PX setup'ın bu başlıqlarını görə bilərsiniz. Gördüyünüz kimi page var burada, margins var burada, header footer var, bir də sheet var. Yəni, bu başlıqlardan söhbət gedir. Deməli, doğru cavabımız olacaq 1, 2, 3, 4. Yəqin ki, aydındır. Sonra keçək 43 nömrəli suala. Yenə Excel sualı bizi qarşılayır. Bizə sualda deyilir ki, A5 xanasının qiymətini tapın.
geri dönüm A5 xanasının qiymətini tapın. Aha, əgər əziz tələbələr siz iç-içə funksiyalar görürsünüzsə, hər zaman birincinin içərini eləyib, daha sonra çöldəki funksiyanı tətbiq eləmək lazımdır. Burada product funksiyası görürəm. Product hasil deməkdir. A1 C2-də olan ədədləri A1 C2 diapazonunun gəlin ilk öncə işarə eləyək. A1, A2, B1, B2, C1, C2 diapazonda olan ədədləri bir-birinə vurmaq lazımdır. Burada 2 var, əziz tələbələr, 1 var, bir də mənfi 3 var. 2 vurulsun 1, vurulsun mənfi 3. Bunun cavabı eləyir mənfi 6. False-a baxmırıq. Cədvəl daxilində dırnaqda ədədə baxılmır. Funksiyanın arqumentində o 5-i yazsaydılar, biz onu nəzərə alardıq, amma cədvəldə yox. Funksiyanın arqumentində isə uşaqlar true və false dırnaqsız halda nəzərə alınır. True bərabərdir 1 götürülür, false bərabərdir 0 götürülür. Yəni buradakı true'nu 1 olaraq nəzərə alacaq və mənfi 6-nı da 1-ə vuracaq. Eləyəcək mənfi 6. İndi isə bizi qarşıda ABC funksiyası qarşılayır. ABC də modul funksiyasıdır əziz tələbələr. Modulda mənfi 6, o da bizə verir 6. Yəni testimizin doğru cavabı olur 6. 43-cü cavab. Daha sonra 44 nömrəli test tapşırığı bizə deyir ki, slaydın kontekst menyusu vasitəsilə icra etmək olar. Gəlin gedək əziz tələbələr, slaydın kontekst menyusunu gəlin gedək görək. Demək, slaydımızın kontekst menyusu yəqin ki, ekranda görürük. Üzərində sağ düyməni vuranda gələn kontekst menyuya deyirlər slaydın kontekst menyusu. Gəlin, hətta mən bunu skrin eləyim sizin üçün və sualın yanına qoyum ki, daha rahat formada görəsiniz. Aha, gəlin deməli, sualın yanına bunu atım ki, siz bunu rahatlıqla görmüş olasınız. Aha. Deməli, bunu daha qısa bir formada sualın yanına siz üçün yerləşdirirəm ki, cavabı tapmaqda da rahatlıqla görmüş olasınız. Yəqin ki, görürük. Bunları da silək. Aha. Buyuraq. Deməli, slaydın kontekst menyusunda olanlar. Deməli, birinci bənddə yazıb ki, əziz tələbələr, yeni slaydın təqdimatı əlavə olunması. Bəli, burada da real olaraq görə bilərsiniz. New slide əmri var. Yəni, birinci cavab doğrudur. Daha sonra seçilmiş slaydın təqdimatdan silinməsi. Diqqətlə baxsaq, burada delete əmri görəcəksiniz. Bu da doğrudur. Seçilmiş slayda smart art əlavə eləmək. Belə bir əmrimiz mövcud deyil uşaqlar, gördüyünüz kimi. Seçilmiş slaydın gizlədilməsi. Bəli, burada hide slide adlanan əmrimiz var. Onu oradan görə bilərsiniz. Bu da doğrudur. Yəqin ki, görürük. Daha sonra bu da doğrudur. Yəni, dördüncü cavab da doğrudur. Seçilmiş slaydın arxa fonu. Arxa fonu burada format background əmrindən dəyişə bilərsiniz. Bu da doğrudur. Görünüş rejimləri view tabının içində olur. Əlaqəsi yoxdur. Təqdimatı mühafizə eləmək, parol qoymaq, o da fayl tabının içindədir. Burada yoxdur. Yəni, bizim doğru cavabımız oldu 1, 2, 4 və 5-ci cavablar. Yəqin ki, hamımız görürük. Daha sonra keçək 45 nömrəli sonuncu sualımıza. Əziz tələbələr, gəlin buraları silim. Daha sonra sualımıza baxaq. Aha, 45 nömrəli sual. Protokollar arasında uyğunluğu müəyyən edin. Protokollar arasında uyğunluğu müəyyən edin. Birinci HTTP protokoludur. HTTP-yə əziz tələbələr hipermətnlərin ötürülmə protokolu, informasiyanın ötürülmə protokolu, müştəri server əlaqələrini müəyyən edən protokol və yaxud web sənədlərin əliyetərliyini təmin edən protokol deyirlər. Bizdə birin doğru cavabı olacaq C variantı. ICMP-nin açılışı Internet Control Message protokol adlanır. Bunu correct sözündən, yoxlamaq sözündən yad saxlaya bilərsiniz və bu protokol səhvlər haqqında məlumatlar verir.
Yəni doğru cavabımız D variantıdır. IMEC protokolu elektron post xidmətində istifadə olunur. Elektron postun 3 dənə protokolu var. Var SMTP məlumatları göndərmək üçün, məktubları göndərmək üçün. POP3 və IMEC protokolları isə məktubların qəbulu üçün istifadə olunan protokoldur. Yəni doğru cavabımız olur 3-ə də məktubların qəbulu, yəni B variantı əziz tələbələr. Gəlin digər variantlara baxaq. Y bəndində ünvanların müəyyən olunması protokolu var. Bu ARP protokoludur. Address Resolution protokol. Faylların ötürülməsi protokolu isə FTP protokoludur. File Transfer protokol. Bizim doğru cavabımız isə 1-ə C-dir, 2-yə D-dir və 3-ə B-dir, əziz tələbələr. Bu da bizim 45-ci sualın izahı. Hamınıza 15 fevral 1-ci cəhd imtahanında uğurlar arzulayıram. İnşallah hər biriniz ürəyiniz istədiyi balı yığmağınız arzusu ilə sağ olun. Sizə izahı Aytən müəllimə təqdim elədi. Uğurlar sizə əziz tələbələr.